əlaqədar təşkilatlar bu sahəni yaxşıca inkişaf elətdirsinlər. Bu sahədə yetərincə kadrlar yetişdirilsin. Çünki kadr olmasa, bu sahəni yaxşı bilən olmasa, əlbəttə müalicədən heç bir söhbət gedə bilməz. Və deyim ki, sizə keçən il biz Lisabonda olduq və hemofiliya belə bir konferans keçirilirdi. Orada konferansın demək olar ki 80% ancaq hepatit C, B viruslarına həsr edilmişdi, onun müalicəsinə həsr edilmişdi və dünya alimləri hələ də indiyə kimi də axtarışdadılar, indiyə kimi də fikirləşirlər ki, daha yaxşı metodlar, daha ucuz metodlar necə olar ki, bu xəstələr şəfa tapsınlar. Müalicə çox, mən orada eşitdiklərimdən deyirəm ki, müalicə çox bahalıqdan da başqa çox çətin bir müalicədir. Həm xəstə üçün, həm həkim üçün. Siz özünüz nəzarət edirsiniz, sizin təşkilata üzv olan şəxslər qan köçürüləndə, başqa nəsə bir tibbi əməliyyat aparılanda steril olmasına alətlərin, bir dəfəlik şprislərdən istifadə olunması. Bizim xəstələr Respublika Klinik Xəstəxanasında müalicə alırlar və tam steril şəraitdə transfuziya keçir. Yəni transfuziya prosesi tam steril şəraitdə keçir. Amma ki qan hər hansı bir yol keçir. Yəni qan donordan alınır, yoxlamalardan keçir, bu qan bankında baş verir. Qan bankından artıq verilir müalicə ocaqlarına. Yəni tam etibar etmək olar. Siz tam etibar eləyirsiniz? Bilmirəm. Ancaq ki biz xəstələr arasında belə bir necə deyim, daha çox qan axmaya meyilli olan və qan köçürməyə ehtiyacı olan xəstələrlə danışırıq və deyirik ki, mütləq qohumlardan olmalıdır və məsələn 6 ay bundan qabaq qohum müayinəni keçir, onda heç bir virus aşkar olunmayıb, yenə keçməlidir və ildə 2 dəfə bu müayinələrdən keçməlidir ki, tam sağlam donor kimi xəstəyə qan verə bilsin. Buyurun. Sual vermək istirdim ki, yəni üzr istəyirəm, mənim övladım leykozdur. Yəni biz onsuz da o xəstəlikdən əziyyət çəkirik də. Bizə də uşağa vurulur da, qan vurulur. Biz hara müraciət eləyək ki, o peyvəndlər vurulsun. Mən məsəl üçün istəyərdim vurulsun. Mən müraciət eləmişəm poliklinikamıza. Neçə yaşı var? 4 yaşı olacaq inşallah dekabrda. Mən müraciət eləmişəm. Yəni poliklinikamıza müraciət eləmişəm. Orada mənə pulla da, yəni küllü miqdarda pulla. Yəni özünüz bilirsiniz, mən o leykozdan uşaq peyvəndlərdən söhbət gedir. B virusuna qarşı peyvənd vurulur. Yəni dediniz axı bütün yeni doğulanlarda vurulur. Mütəmadi olaraq uşağa qan köçürülür. Yəni neçənci ildən tətbiq olunur ki, 4 yaşında olanlara vurulur? Artıq 4 ildir. Ona görə mən soruşuram. Sizin uşağınızın 4 yaşı varsa, o doğulanda alıbdır. Doğum evində doğulub da uşağınız. Bəli. O alıbdır, hələ 17 yaşına qədər ehtiyacı yoxdur. Buyurun. Bu xəstənin elə bir əsas əlamətlərini bilmək istirdik də. Məsələn, bizdə sabah olsa biz necə biləcəyik? Allah eləməsin deyin. Allah eləməsin. Vəsəl xanım, deməli, statistikada belədir. Hepatit C virusu 6 genotip özündən buraxır. 6 genotipi var. Fərqli bir-birindən. Bəli, ən qorxulu, təhlükəli genotip 1B genotipidir. Hansı ki, 50% halda müalicə olunur, 50% halda müalicə olmur. Residiv verir. Yəni, xəstəlik bir müddətdən sonra təkrarlanır. Ona görə də hepatit C virusu orqanizmə daxil olan zaman dediyimiz kimi qaraciyəri zədələyir və orqanizm ona qarşı antigen yaradır. Antitel antigen, yəni yaradır ki, həmin genotipə qarşı mübarizə aparsın. Çox otovirus özü təsirləmir qaraciyərə. Orqanizmdə olan artıq o limfositlərin hesabına qaraciyər özü zədələnir. Yəni orqanizm özü-özünü başlayır zədələmə. Virus çox vaxt kənarda qalır, yəni öz işini görür. Siz deyirsiniz hepatit C-nin müalicəsi yoxdur. Var, yenə deyirəm. Hansı bir vaxtda aşkarlanmasının 20% halda tam müalicə alınır. Digər hallarda belədir də məlumat. Buyurun. Son olaraq onu demək istəyirəm ki, əlbəttə istənilən xəstəlikdən qorunmaq birinci növbədə insanın öz əlindədir. İnsanın səhiyyəyə, tibbə və öz səhhətinə münasibətindədir. Və təbii ki, həkimlər də, səhiyyə orqanları da, dövlət də bu işdə ancaq insanın özünə yardımcıdır. Yəni, belə bir Rus misalı var ki, batan adamın xilası onun öz əllərindədir. Doğrudan da elə xəstəliyin də, istənilən xəstəliyin də profilaktikası hər bir insanın özündədir.
adi elementar gigiyena epidemioloji qaydalara riayət etməkdən başlayır. Vaxtında müayinələrə getmək, vaxtında müalicələr almaq və öz sağlamlığının, ətrafındakilərin sağlamlığının qarşısına qalmaqdadır. Amma onu deyim ki, bu günləri Azərbaycanda səhiyyənin, tibb elminin imkanları 5 il bundan qabaqki kimi deyil. Artıq biz kifayət qədər modern bir səhiyyə sistemi qura bilmişik. Artıq Azərbaycanda dünyanın ən aparıcı müdaxilə və müayinə metodları tətbiq olunur və son illərdə səhiyyənin kadr potensialı xüsusilə xarici ölkələrdə oxuyub gəlmiş, Türkiyədə, Almaniyada, Amerikada oxuyub gəlmiş kadrların hesabına daha da zənginləşir. Bu mənada heç də ümidsizliyə də qapılmaq lazım deyil ki, bizim ölkəmizdə deyək, hepatitləri müayinə edən yoxdur, müalicə edən yoxdur, mütəxəssis yoxdur. Bəli, ola bilsin hepatoloq mütəxəssislərimizin sayı azdır və bu az da olmalıdır. Hepatoloq bir dar ixtisasın bir belə deyim həkimidir və hər rayonda, hər kənddə də çox hepatoloqun olması vacibdir. Amma ümumi bizim mədə-bağırsaq həkimləri rayon yerlərində, infeksionist həkimlər, terapevtlər vaxtında bu işin aşkarlanması sayəsində öz fəaliyyətlərini düzgün qursalar, o xəstələr də gəlib mütəxəssisin əlinə düşərlər, yəni ki, səhv istiqamətə düşməzlər. Ola bilsin ki, bəzən gedib səhv müayinələr etməzlər, yaxud da ki, onların bilərəkdən, yaxud bilmərəkdən səhv müayinə yoluna düşməzlər. Bir daha mən sizin verilişə minnətdarlığımı bildirirəm. Burada çox maraqlı bir diskusiya açıldı və bir daha onu deyirəm ki, bütün tamaşaçılarımıza can sağlığı arzulayıram. Təşəkkür edirəm hər birinizə və tamaşaçıların nəzərinə çatdırırıq ki, biz Azərbaycanda hepatitlərin yayılması ilə bağlı bir müzakirə apardıq və müzakirənin sonunda gəldiyimiz əsas nöqtə səhiyyə mədəniyyəti oldu. Görüşənə qədər.